Salam, YouTube videoma xoş gəlmisən. Mənim adım Ülkər Əyizovadır və bu YouTube kanalında karyera, produktivlik haqqında danışırıq. Bugünkü mövzumuz tənbəllikdir. Əgər sən də hansı bir günün sonunda "Ayda, mən işlərimi görüb bitirə bilmədim, mən nə qədər də tənbələm" deyirsənsə, bu video tam sənə görədir, axıra qədər bax. Sözün açığı, mən illərdir özümü tənbəllikdə günahlandırırdım ki, "Ay, mən heç nə etmirəm, mənim yaşıdlarım hər şeyi bacarır, mən isə heç nə çatdırmıram, heç nə eləmirəm." Çünki 17 yaşım olanda mən həm universitetə başladım, həm işləməyə başladım. Daha sonra Instagram bloqu açdım, hamısını birlikdə eləməyə çalışıram. Buradan işə gedirəm, buradan evdə kömək eləməyə çalışıram və hamısı bir yerə yığılır. Buradan sağlamlıq aralamaq və s. və ortaya heç bir şey çıxarda bilmirdim. Çünki özümü yenə də tənbəl və qeyri-produktiv hiss edirdim. Amma sonra başa düşdüm ki, yəni problem əslində məndə, yaxud mənim tənbəl olmağımda deyildi. Problem mənim həyatımda sistemin olmamağında idi. Və mən başladım yavaş-yavaş bu sistemi həyatıma tətbiq etməyə və ona görə də hal-hazırda mən özümü daha produktiv hiss edirəm və daha az özümü tənbəl adlandırıram. Ona görə də bu videoda sənə göstərəcəm ki, necə öz həyatında sistem qurasan və bu necə bizim həyatımızı daha gözəl produktivliyə yönəldə bilər. Əslində bir çoxumuzun problemi tənbəllik deyil, nə edəcəyimizi bilməməkdir. Bu da ondan irəli gəlir ki, biz özümüzü çox yüklüyürük, çox beynimiz qarışıq olur və həqiqətən də hardan başlayacağımızı bilmirik. Və bu da beynimizin qoruma mexanizmi kimi deyir ki, hə, bilmirsənsə nə edəsən, onda heç nə eləmə. Və biz heç nə eləmirik və günün sonunda da özümüzü tənbəl hiss edirik. Gəl belə bir misal verim sənə. Səhər oyanmısan və sənin to-do listində 10 dənə etməli olduğun bir şey var. Amma hardan başlayacağını bilmirsən. Birincinə baxırsan yemək bişirmək, ikincinə baxırsan dərs oxumaq, üçüncünə baxırsan yürüyüşə getmək. Bilmirsən hardan başlayasan, hamısı çox qarışıq gəlir və nəticədə sən nə edirsən? Təbii ki, heç nə etmirsən. Bayaq dediyim kimi, qoruma mexanizmi olaraq bizə o çətin gəlir başlamaq. Ayda, buradan mı başlasam, buradan mı başlasam və ona görə də son olaraq heç bir şey etmirik. Bəs bunu necə biz aradan qaldıra bilərik? Biz vaxtımızı bloklamalıyıq və özümüzə bunun üçün vaxt ayırmalıyıq. Amma bir şey var ki, əsas məsələ vaxt yox, enerji mənbəyidir. Yəni, biz öz günümüzü vaxtımıza görə yox, enerjimizə görə qurmalıyıq. Məsələn, dərs saat 9-da bunu eləyəcəm, 11-də bunu, 4-də bunu yox. Siz fikirləşin ki, sizin enerjinizin maksimum olduğu saatlar hansı saatdır? Məsələn, məndə deep work saatlarım, yəni enerjimin maksimum olduğu saatlar normalda axşam saatlardır və işlərimin bir çoxunu mən axşam görürəm. Bu ola bilər idmana getmək, bu ola bilər yürüyüşə çıxmaq, kontent yazmaq, montajı və s. Əgər gününü enerjinə görə planlasan, sənin tənbəllik hissin yavaş-yavaş yoxa çıxacaq. Və növbəti bir səbəb də ondan ibarətdir ki, bizim prioritetimiz yoxdur. Bu nə deməkdir? Məsələn, özünə prioritet qoyursan ki, mən bu ay ərzində həm 10 kilo arıqlayacağam, həm idmana gedəcəm, həm karyeramda yüksələcəm, həm dostlarımla çox vaxt ayıracağam, onu edəcəm, bunu edəcəm və bizim bir prioritetimiz olmur. Və bu səbəbdən yenə də heç bir nəticəyə gəlib çıxa bilmirik. Biz çalışmalıyıq ki, nəticənin özünə yox, prosesə fokuslanaq və 1-2 cəmi prioritet seçək. Tutaq ki, mənim prioritetim bu ay üçün öz sağlamlığımı yerinə gətirmək və daha çox hərəkət etməkdir. Mən burada özüm üçün heç bir qol qoymuram ki, məsələn, mən 5 kilo, 10 kilo arıqlamalıyım. Mən sadəcə çalışıram ki, prosesdən həzz alım. Bu nə deməkdir? Mən qidama fikir verirəm, yavaş-yavaş daha çox hərəkət edirəm və prosesdən həzz almağa başlayıram və nəticədə 1 ay, 2 ay ərzində bir də görürəm ki, həqiqətən mən bu nəticəyə gəlib çıxmışam və ona görə də tənbəllik hissi tamamilə yoxa çıxır. Onu da deyim ki, həyatımızda sistem qurmaq üçün heç bir mükəmməl bir alətə ehtiyac yoxdur. Bizim etməli olduğumuz 3 sadə bir şey var. Birincisi, gününü bloklara görə böl. Məsələn, deep work saatı bayaq dediyim kimi, şəxsi saat və yüngül. Yüngül o deməkdir ki, yüngül işlərimizi görmək hansı ki prioritet deyil, amma edilsə yaxşı olur. İkincisi, həftəmizi təqribi də olsa planlamaqdır. Yəni, dediyim kimi, saat və saat planlamağa ehtiyac yoxdur, amma həftə ərzində nələr ediləcəksə, onları günbəgün ayırmaq sizi daha da produktiv edə bilər. Və son olaraq, hər axşam 3 dənə to-do list yaz. 10 dənə etməyin bunu. 3 dənəsi yetərlidir ki, ən azı bu 3 dənəni siz yerinə yetirib bitirə biləsiniz. Və son olaraq da özünüzü günahlandırmağı dayandırın. Əgər bu videoya bura qədər baxdınızsa, bu deməkdir ki, siz artıq ilk adımınızı atmısınız və siz tənbəlliyə son qoymağa gəlmisiniz. Əgər siz də bunların hamısını özünüzdə yoxlamaq istəyirsinizsə, kommentdə bugünkü tarixi yazın və bir ay sonra gəlin yenədən eyni kommentə və nələrin dəyişdiyini mənə də bildirin. Çünki mənə də çox maraqlıdır. Ümidvaram ki, sizə bu az da olsa kömək olacaq ki, həyatda daha da özünüzü
az tənbəl hiss edəsiniz və daha produktiv olasınız, bütün işlərinizi yerinə yetirəsiniz. Əgər bu videonu bəyəndinizsə, bəyənməyi, şərh etməyi unutmayın. Bunu ən yaxın dostlarınızla paylaşın və əgər bəyənirsinizsə, mənə abunə olmağı da unutmayın. Hər kəsi öpürəm. Sağ olun, gələn videolara qədər.